Yeni doğulmuşlarda sarılıq. Sarılıq xəstəlik deyil, qanda bilirubinin səviyyəsinin yüksəlməsinin bir əlamətidir. Bilirubin eritrositlərin parçalanması zamanı orqanizmdə yaranan sarı pigmentdir. O, təbii olaraq qaraciyər tərəfindən işlənir və sonra nəcis və sidiklə bədəndən xaric olunur. Bilirubinin səviyyəsi o, bədəndən çıxarılandan daha sürətli istehsal olunduqda yüksəlir. Yəni, məsələn, uşaq az ifraz edirsən, bilirubin bədəndən çıxmır və buna görə də səviyyəsi artar. Bütün körpələrdə doğulduqdan sonraki ilk 3-5 gün ərzində qanda bilirubinin səviyyəsi yüksəlir və təxminən 80% körpədə görünən sarılıq müşahidə olunur. Bu da adətən 7-ci günə qədər keçir. Aşağı səviyyədə bilirubin təhlükəli deyil. Fəsadlar yalnız bilirubinin çox yüksək, təhlükəli səviyyəyə çatdığı körpələrdə yaranır. Əgər bilirubin həddindən artıq yüksələrsə, bu beyinə təsir edə və kəskin bilirubin ensefalopatiyası adlanan nevroloji pozuntulara səbəb ola bilər. Vaxtında müalicə olunduqda bu pozuntular geri dönəndir. Qırmızı bayraqlar, sarılıq zamanı həkimə nə vaxt müraciət etmək lazımdır? 1. Sarı rəng dirsəklərdə, dizlərdə və ya daha aşağıda, əllərin və ayaqların nahiyəsində görünürsə, rəng daha tündləşirsə, yəni limon sarısından narıncıya və ya sarı qəhvəyi rəngə dəyişirsə, yaxud gözlərin ağı və göz qapaqları sarı görünürsə. 2. Uşağınızın hərarəti 38 dərəcədən yuxarıdır. 3. Süd vermə, əmizdirmə və ya udma ilə bağlı hər hansı bir çətinlik yaranırsa. 4. Yeni doğulmuş uşaq ardıcıl 5-6 saatdan çox yatır və hətta yemək üçün belə çətinliklə oyanır. 5. Uşaq əsəbidir, onu sakitləşdirmək çətindir, ağlaması çox kəskin və ya deşici səslə olur. Əgər həkim yüksək bilirubin səviyyəsindən şübhələnərsə, onun ölçülməsini tövsiyə edəcək. İlkin mərhələdə bunu bəriüstü üsulla, pilates vasitəsilə etmək olar. Əgər göstəricilər 250 vahiddən çox olarsa, mütləq qan analizi vermək lazımdır. Adətən yüksək səviyyədə fototerapiya tətbiq olunur və nəticədə bilirubini tez bir zamanda təhlükəsiz həddə endirmək mümkün olur.